otururlar evdə, indi bu dəqiqə süni intellekt vasitəsilə, Photoshop proqramı ilə özlərinə saxta diplomlar düzəldirlər. Güya Rusiyada, Ukraynada, Türkiyədə, Gürcüstanda və s. bunlar təhsil alıbdır, diplom, sertifikat düzəldir. Amma bunu nə Təhsil Nazirliyi tanımayıb, nə Səhiyyə Nazirliyi tanımayıb. Bunlar sadəcə canilər və dələduzlardır və özləri də dediyimiz kimi əyri yolların yolçularıdır. Problem düzgün mütəxəssis seçməyən insanın özündə olur. Niyə görə? Ona görə ki, hüquqda belə bir qanun var. Qaydaları bilməmək insanı məsuliyyətdən azad eləmir. Və bir insan səhv adamın yanına mütəxəssis olaraq gedirsə, bu birinci növbədə onun öz səhvidir. Ancaq insanları da mən qınamıram. Çünki psixoloq kimdir, psixoterapevt kimdir, bunlar haqqında bizə məlumat verilməyib. Nə orta məktəbdə, hətta ali təhsildə belə.